Elə bilirik ki, qışqırmaqla, əsəbləşib nəyisə sındırıb dağıtmaqla problemi həll eləyəcəyik və hər şey yolunda olacaq. Müvəqqəti sakitlik olur. Hamı qorxudan susur, amma biraz keçəndən sonra psixoloji problemlər bir-bir başlayır. Çox adam bilir ki, fiziki şiddət çox pis şeydir. Adam yoldaşını döyməz, uşaqlarını döyməz. Amma psixoloji şiddətin pis olduğunu hələ hər adam başa düşmür. Fiziki şiddətin yaxşı cəhəti yenə budur ki, vuranda həmin yer qanayır, yeri qalır. Psixoloji şiddət isə çox qorxuludur. Qırılır, amma gülümsəyir. Ağrıdır, amma izi qalmır. Çartdadır, sındırır, amma onu heç bir rengin göstərmir. Psixoloji şiddətin səsi sonra çıxır. Bir də görürsən ki, hər şeyi var, yaşamaq istəmir. Həvəsi yoxdur. Əslində xoşbəxt olmalıdır, amma bunu hiss edə bilmir. Heç nədən zövq ala bilmir. Bir də görürsən, güldüyü yerdə ağlamağa başlayır.